Dururam, dərsə gedirəm. Çətinliklər olur. Bəzən olur ki, məsələn, yol pulu tapmıram. Evə gələndən sonra elə olur ki, ac oluram, yemək tapmıram yeməyə. Ac da olsam da dərslərimi oxumağa çalışıram. Həqiqətən oxuduğu göstərmisən. Olur eləncə, elə olur ki, babdan çörək almağa pul tapmırdı. Ac olur, yoldaşım ki, heç baxmır bizə. Gedir, gecə gəlir, içkili gəlir. Pişiklər də sənin də? Neçə dənə pişiyin var belə? Bizdən sizin soyuducunuz budur, bir dənə bu da soyuducu. Açmaq olar? Onda da olacaq. Xarab oldu, onda bacım oldu. Bundan hüquq oxuyur bu qız. Bundan hüquq oxuyur. Nədir siz 24 saat içində nə eləmişsiniz? Bütün sökmüsünüz, yığmışsınız bura. Bura baxın. Tələbə qızın 650 bal toplamış qızın evindən çıxan, baxın, tullantı əşyalar. Onların həyətidir, sadəcə o ev onlara aiddir. Hər biri bizdən ayrı-ayrı, Allah razı olsun, millətimi, xalqımı sevirəm. Böyük bir iş gördünüz. Vallahi, böyük bir sahaba batdınız. Bir gənc qızın bir gün içində həyatını dəyişdiniz. Bütün həyatı onu dəyişdi. Biz köməkliklər sayəsində bugün mənim evim təmir olunur. Hamınıza çox təşəkkürümü bildirirəm. Bütün kömək edən hər kəsin Allah canı sağ eləsin. 24 saat ərzində ustaların puluna kimi, hər bir şeyinə kimi həll elədiniz. Allah razı olsun. Bu günləri sənin üçün necə bir gündür? Çox yaxşı sevinirəm, çox sevinirəm. Bir 650 bal yığanda bu qədər sevinmişdin. Bir də indi. Bir də indi.